Hər kəsə salam. Məntiqi məsələlər mövzusuna aid suallardan deməli, sual 1-in izahına baxaq. Bizə verib ki, K, L, M, N və R fermada çoban, mehtər və baytar vəzifəsində çalışır. Mehtər isə atlara baxan şəxsə deyilir. Deməli, aşağıdakı məlumatlar verir ki, R hər gün naxırı yaxınlıqdakı çəmənliyə aparır. Deməli, naxırı çəmənliyə aparan çobandır. Deməli, R çobandır. Çobandır. Daha sonra deyir ki, çobanlardan ikisi həmyaşıddır və qalan işçilər müxtəlif yaşdadılar. Deməli, R'dən əlavə 2 çoban da həmyaşıddır. K və N isə müxtəlif vəzifələrdə çalışırlar. K və N müxtəlif vəzifələrdə. Deməli, K və N deməli, hər ikisi çoban deyil. İlxının yemlənməsinə N cavabdehlik daşımır. Deməli, N deməli, mehtər deyil. Çünki yemlənməsinə cavabdehlik daşıyan şəxs mehtərdir. L və M isə eyni ildə anadan olub. Aha, deməli L və M eyni ildə anadan olubsa, deməli hər ikisi çobandır. Çünki bizə deyir ki, çobanlardan ikisi həmyaşıddır. Deməli bizdə R, L və M çobandır. Həmin variantı axtarırıq ki, bizdə L, M və L olsun çoban. Baxın, A variantında. Və bizə deyir ki, N isə deməli, N isə ilxının yemlənməsinə cavabdehlik daşımır. Yəni, N mehtər deyil. Mehtər deyilsə, aydındır ki, N olur baytar və K olur mehtər. Demək, cavab olur A variantı.